Çox adam fikirləşir ki, Avropada yaşayan insanlar Avropaya getməyin ən asan yollarını bilirlər, amma bizə demirlər. Və başlayırlar kim ki blogerdir, kim ki səyahətlə bağlı videolar paylaşır, yazmağa ki, qardaş Almaniya necə gedim, Amerikaya necə gedim. Gözəl insan. Birinci, bu insanın girin profilində baxın, bu adam IT-şnikdir, taksi şoferdir, bu adam nə işlə məşğul olur. İkincisi, Avropaya gələn insanlar vaxtında təhsillə, könüllülüklə və yaxud da turist olaraq gəlib, bir iş tapıb burada müraciət edib qalıb. Yəni bir insanlar axırı bura gələndə heç kim, yəni belə deyim də, yəni bir adam başqasına viza düzəldə bilmir. Əgər sizin işiniz, gücünüz varsa Azərbaycanda, gedin turist vizasına müraciət edin. Yəni normalda bütün Avropa ölkələri, İtaliya, Fransa, Litva, Macaristan hamısı sizə əgər işiniz varsa, pulunuz varsa verəcəklər. Yox, işiniz, gücünüz yoxdursa, fikirləş bir Avropa ölkəsi sənə niyə görə viza versin turistik gəzməyə, pulu olmayan, şey olmayan bir adama. Yəni qardaş, yəni bu metod birinci, yəni bu adamın profilinə baxın. Bu adam taksidirsə, demək bu adam zamanında işi olub gəlib bura, indi də belə qalır və yaxud da gedirsən Slovakiya, Sloveniya, hansı Avropa ölkəsi ki sizə asan viza verir, onlara müraciət edib bir metodlarını alırsınız. Bir insanın əgər mənim kimi insanın işi turist vizası və yaxud da viza düzəldmirsə, mən o belə o arada gəzənlər kimi Slovakiya, Sloveniya vizası düzəldə bilmərəm sizin. Yəni ona görə mənim kimi adamları yazanda, sonra cavab almayanda deməyin ki, bu adam egoist cavab vermir. Minlərlə mesaj gəlir, yüzlərlə gün ərzində mesaj gəlir. Bu mövzudan bağlı ki, qardaş filan ölkə necə viza alıb. Mən o işə baxmıram, sadəcə video paylaşan insanların arxa background'a baxın ki, bu insanlar nə işlə məşğuldurlar, nə görürlər. Məlumat verə bilərik. Sən əgər Avropada olsan kömək eləmək olar, hər hansısa bir məsələdir, amma viza məsələləri bizlik deyil qardaş. Bilsəydik milyoner olardıq.